Laçınlı Oğuldere kəndində. Bizim ətrafımızda kənddən çox adam yox idi. İnan o xalanız idi. Sonra Xəqaninin bir qohumları Süleyman mənim yoldaşı çox gözəl bir insan idi. Sizin də xalanız xanım xatım. İnanırsınız o qədər həsəd apardım ki, o qədər gözəl nitqlər vardı, o qədər ədəbli, ərkanlı. Bir o nəyə fikir verdim, bir-birinə hörməti. Biri danışanda digərinin susmağın, biri onun danışığından sonraki növbəsini gözləməyin. Misal üçün Süleyman mənim orada dağları sayırdı. Hardasa bir yaddaşın yəqin ki təzələdi. Mirzə müəllim onun dayanan kimi onun davam elətdirdi. Pirin boynu. Dolay gəlirsən yalıyor. Oradan çıxırsan çalım dibi. Sert güney, Çalbayır, Uçuq, Topdaş, Çalaçökəyin dərəsi, Şahgündüzün adı verdim. Nabım düzü, Heydərölan, Qarağaş, Əzdim Biçənəyi, ondan sonra Malqırılan, Həsən Ağa. Yuxarı gedirsən Qatarqaya. Qatarqaya yuxarı gedirsən. Xan Yaqub şehrisində adını çəkdi Qatarqaya. Orada videomuzda da düşüb o. Çox gözəl. O qədər gündəlik həyatımızda Kamil müəllim hər şeyi görürük də. Mən bu yeməkdə, içməkdə onu mən arxa plana keçirirəm. O qədər gözəl saflıq gördük, o qədər gözəl belə söhbətlər gördük ki, elə bildik ki, böyük bir məclisdəyik, ucu bucağı olmayan, bax elə bir gözəllik gördük. İndi hər gün adam bir süfrə açır, onun qırağında təamlar olur, indi Allah verənə yeyirsən. Burada gözəllik saflıq idi, gözəl söhbət idi. Bax, bunu biz orada gördük. O qədər gözəl təəssüratla qayıtdıq ki, Cəl də deyir ki, ağzını qırmızı diplomla qutaran qardaşım deyir ki, mən o qədər gözəllik gördüm ki, burada o qədər gözəl sözlər eşitdim ki, bəlkə də həyatımda heç belə gözəl insanlarla rastlaşmamışam, bəlkə də bu şeyləri qaçırmışam. Gözəllik gördük, gözümüz gözəllik gördü. Ruhları təzələdik, ruhumuzu təzələdik. Şahgündüzün sanki orada Şahgündüzün o gözəl şeirlərin davamı, gözəl söhbətlər oldu. Bəlkə də o Xəqanın o çılız bədənində, o yumruq boyda ürəyində bəslədiyi vətən sevgisi ortaya çıxdı. Bəlkə də Pənahın o baxışlarında biz bir gözəllik gördük. Bəlkə ibadətin itkin, elə bir itkin qəbri göz önümüzdə canlandı. Deyə bilmirik, adam o gözəlliyi dillə eləyə bilmir. Bəlkə şair olasan, o misralara düzəsən, bəlkə bir gözəllik yarada bilərsən. Amma o bizim sözlərimizdən o gözəlliyi ifadə eləyə bilmirik. Həm də ki, Kamil müəllim, o qədər həsəd apardım ki, misal üçün, onların danışıq qabiliyyətlərinə, elə bilirsən ki, qarşındakı bir professordur danışır. Elə bir ki, qardılar kəndə o mühitin geyimi də, danışığı da, o ailə sözünü işlədir. Onu külək dağların aralığına büyür. Təvqə gələk. Ağzım sənin yüzünə öldü. Halam səni gördüm öldü. Dağlar. Dedim ki o xanıma, dedim ki sen o ailə sözün ki neçə illər hər il bura gətirsən, bax o dilinə qurbanı, o qədər gözəl səslənirdi ki, o yaşda olasan o sözü hərləyib gətirib kəndə çıxardasan, bax o nitqlərində gözəllik vardı.